Azərbaycan təsviri sənətində özünə məxsus dəst xətti ilə seçilən rəssam İlham Səfərli, qızıl suyunun parlaqlığında qədim tarixi, milli xalçaların zəngin ornamentlərini və memarlıq abidələrinin əzəmətini canlandırır. Azərbaycanın qızıl xalçaları, Azərbaycan qədim mədəniyyət diyarıdır və tariximizin İgidlər Salnaməsi adlı silsilə əsərlərdə İlham Səfərli milli ruhun müxtəlif qatlarını incəsənət vasitəsilə ifadə edir. Metaldan hazırlanır, əlvan metallardan, sonra qızıl suyuna salınır, sonra burada deməli yapışdırılır və rəylənir. Sonra ramaya salınır və gözəl bir əsər yaranır. Azərbaycanın qızıl xalçaları silsiləsində milli xalçaçılıq sənətinin ən qiymətli və nadir nümunələri qızıl işləmələrlə birləşmiş halda təqdim olunur. Silsilədə pazırı, namazlıq və malıbəyi xalçaları kimi əsərlər zəngin simvolları və naxışları ilə diqqət cəlb edir. Azərbaycan qədim mədəniyyət diyarıdır silsiləsinə isə həm memarlıq abidələri, həm də böyük söz ustadları ilə bağlı miniatürlər daxildir. Burada Nizami Gəncəvi və Xurşidbanu Natəvan kimi dahilərin obrazları incə miniatür üslubunda qızıl suyu ilə işlənərək əbədiləşdirilib. Rəsətin Tusi əsəridir. Bu da deməli Marağa rəsədxanasıdır. Burada mənim çəkdiyim miniatürlardır. Xəmsədə olan əsərlərdir. Sultan Səncər və Qarı, Leyli Məcnun, Xosrov Bəşirin və ilaxırə. Hamısı buradadılar. Ortalıqda Nizami Gəncəvi yanıb, Gəncə xalçasıdır. Yəni ki, Gəncə xalçasının üstündə yanıb və öz əsərlərini nümayiş etdirir. Xurşidbanu Natəvan məclis-i ünc gecələrini keçirdəndə burada da deməli Şuşa xalçasıdır, Malıbeyli xalçası düşüb oturub. Gənc şair öz şeirlərini oxuyur. Qızlar oturublar başda Xurşidbanu Natəvan olmaqla, yəni ki, o şeirlərə qulaq asırlar. Burada da arxada burada xan qızının evidir, arxada xan sarayıdır. Azərbaycan qədim mədəniyyət diyarıdır silsiləsində ölkənin zəngin mədəni irsi geniş mənzərədə nümayiş olunur. Əsərlərdə abidələr bölgələr üzrə təqdim edilir. Bütün qədim abidələr buradadır, hamısı. Hərəsi öz yerindədir. Bakı abidələridir burada. Bu tərəfdə yuxarı deməli Quba, Quşlar abidələridir. Lənkəran tərəfdir, zonadır. Bu Naxçıvan zonasının abidələridir. Bu Qarabağ abidələridir burada. Xudafərin körpüləri ilə bir yerdə. Yəni ki, adamlar nə qədim abidələr var, hamısı buradadır xəritənin üstündə. Bu Qarabağ abidələridir. Görsəz burada, yəni ki, Xudafərin körpüləridir. Sonra Qarabağ xalçasıdır. Bu məsciddir, Ağdam məscididir. Tarixin İgidlər Salnaməsi silsiləsində türk tarixinin görkəmli sərkərdələri dekorativ tətbiqi sənət nümunələri vasitəsilə əks olunur. Burada Uzun Həsən, Sultan Süleyman Qanuni, Şah İsmail Xətai kimi hökmdarların obrazları, onların geyimləri, qalxanları və silahları incə detallarına dək işlənərək təqdim olunur. New York'ta olanda, orada Metropolitan adında İncəsənət Muzeyi var. Və orada maraqlı bir şey gördüm ki, Azərbaycan şahlarının çoxlarının dəbilqələridir, zirehidir, qalxanıdır, orada yerləşir. Yəni ki, orada nümayiş edilir. Bunlara baxdım və onların şəkillərini çəkdim və burada başladım olaraq, deməli, metaldan başladım hazırlamağa. Deməli, başladım bir seriya yaratmağa. Deməli, türklükdən gələn, o şahlardan gələn o yavaş-yavaş gəlib indiyə qədər, yəni ki, sonuncu 19-cu əsrə qədər. Keçmişin əzəmətini özünə məxsus üslubla sənətə çevirən İlham Səfərlinin yaradıcılığı, tarixə və milli dəyərlərə marağı daha da artırır. Burada hər naxış, hər kompozisiya gücün, dövlətçiliyin və mədəni irsin bədii ifadəsidir. Arzu Yusif, Novruz Kazımov, Rüstəm Məmmədov, Mədəniyyət xəbərləri.